Bu il Əziz Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolaringologiya kafedrasının yaranmasından 80 il ötür. 1945-ci ildə yaranmış kafedra indiyənə qədər Azərbaycanda nə qədər otorinolaringoloq varsa hamısı üçün alma mater, yəni ana ocağı olmuşdur. Onlar hamısı bizim institutda, kafedramızda tədris aldıqdan sonra otorinolaringoloq kimi fəaliyyət göstərə bilərlər və ona görə də bizim institutda təhsil almış, biz institutun diplomunu almış, sertifikatını almış və otorinolaringoloqlar hələ də bizimlə əlaqəni kəsmirlər, bizim kafedra ilə bir yerdə çalışırlar. İndiyənə qədər olan kursların sayına görə təxminən bizdən indiyənə qədər 3000-dən çox otorinolaringoloq bizdə tədris keçmiş və həmin tədrisdə aldıqları yenilikləri işlədiyi yerlərdə praktik səhiyyəyə deməli yeritmişlər. Qeyd etmək lazımdır ki, bu illərin, bu 80 il ərzində kafedramızda bir çox elmi işlər görülmüş, tədris